Sentyabrın 27-si orucluğun 15-ci günüdür. Bugün də valideynlərimizə olan haqlarımız barədə söhbətimiz davam edəcək. Valideynlərimi gözü yaşlı halda tərk edərək hicrət etmək üçün sənin əmrini almağa gəldim deyən bir sahabəyə Peyğəmbər onların yanına qayıt, necə ağlatdınsa eləcə güldür, sevindir dedi və onu hələ müsəlman olmayan ata-anasının yanına göndərdi. Ata-ananın övladları üzərindəki haqlarımızdan biri də hörmətsizlik etməkdir. İslam ümmətinin prinsipi böyüklərə hörmət, kiçiklərə sevgidir. Bir gün Peyğəmbər əshabına, sizə günahların ən böyüyünü bildirimmi deyə 3 dəfə soruşdu. Sahabələr, bəli dedilər. Peyğəmbər sırayla saymağa başladı. Allaha ortaq qoşmaq, ata-anaya qarşı gəlmək, haqsız yerə adam öldürmək və yalan söyləmək. He was Muhammad sallallahu aleyhi və səlləm. Növbəti, valideynlərin razılığını qazanmaqdır. İnsanın dünyadakı ən böyük vəzifəsi şübhəsiz ki, Allahın rizasını qazanmaqdır. Bundan sonra razılıqlarını qazanmamız olan kəslər valideynlərimizdir. Peyğəmbər, Allahın rizası atanın rizasında, qəzəbi də qəzəbindədir buyurub. Digəri pis söz söyləməkdir. Valideynləri incidə biləcək hər cür söz söhbətdən uzaq durmaq lazımdır. Allah Teala onlara uf belə deməyin qadağası yanında Peyğəmbərin bu hədisi də çox diqqət çəkicidir. Bir kimsənin ata-anasına söyməsi böyük günahlardandır. Əshabə, bir kimsə valideynlərini necə söyə bilər? Peyğəmbər, bir başqasına pis söz söylər, o da qayıdıb onun valideynlərinə söyər deyə cavab verib. Və haqlarımızdan biri də öldüklərində xeyirlə xatırlamaq, dua etməkdir. Valideynlər öldükdən sonra onlara qarşı olan vəzifəmiz bitməz. Onların təmiz xatirələrini davam etdirmək lazımdır. İnsanları insan edən, nəsildən nəsilə ötürülən gözəl duyğu və xatirələrdir. Valideynləri xeyirlə yad etmək, bağışlanmaları üçün dua etmək, Allah Teala'nın Qurani Kərimdə bizə öyrətdiyi dualardandır. Ey Rəbbimiz, insanları hesaba çəkiləcəyi qiyamət günündə məni, atamı, anamı və bütün möminləri bağışla. Səhabələrdən biri, ölümlərindən sonra valideynlərim üçün edə biləcəyim bir yaxşılıq varmı? Deyə Peyğəmbərdən soruşduqda, Allahın elçisi belə buyurub, bəli, 4 xislət vardır. Onlara xeyirlə dua etmək və Allahdan bağışlanmalarını diləmək, varsa vəsiyyətlərini yerinə yetirmək, dostları ilə münasibətləri davam etdirmək, qohumları ilə əlaqəni kəsməmək. Həyatda və öldükdən sonra valideynlərinə qarşı vəzifələrini yerinə yetirən, onları məmnun edib xeyir dualarını alan kimsə, dünya və axirətin ən böyük xoşbəxtliklərindən birini qazanmış olur. Çünki Peyğəmbər belə insanların bərəkətli, uzun bir ömrə sahib olacaqlarını, valideynlərin onlar üçün edəcəkləri duaların Allah tərəfindən mütləq qəbul ediləcəyini və cənnəti qazanacaqları ilə müjdələyib. On 6-cı günün duası belədir. Allah, bu gündə məni yaxşılarla bir olmaqla müvəffəq et. Pislərin sırasından məni ayır. Daimi rəhmətinə yaxın mənə yer ver. Öz Allahlığın xatirinə, ey aləmlərin Rəbbi. Ramazanın 16-cı günündə imsak 06:13 dəqiqədədir. İftar duası isə belədir. Ey mənim Allahım, əmrinlə oruc tutdum. Verdiyin ruzu ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən eşidən və bilənsən. Ey bağışlayan Allah, günahlarımı bağışla. Amin. İftar vaxtı isə 19:47-dədir. Allah orucunuzu qəbul etsin.